Bismillahirrahmanirrahim. Müqəddəs Qurani-Kərimdə 12 dəfə imam sözü işlədilib. Yasin 12, Tövbə 12, Ahqaf 12, Səcdə 24, Bəqərə 124, Hud 17, Hicr 79, İsra 71, Furqan 74, Qəsəs 5, Qəsəs 41 və Ənbiya surəsi 73-cü ayə. 12 ayədə imam sözü işlədilib. Allah tərəfindən bu da heç də təsadüf deyil. 12 imamın Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmdən sonra 12 xəlifəyə işarədir. Bunu necə bilirik, hardan bilirik? Nisa surəsinin 59-cu ayəsində Allah bizlərə buyurub, Allaha, Rasuluna və əmr sahiblərinə itaat edin. Allaha bildik, Rasuluna bildik. Bəs əmr sahiblərinin adı çəkilməyib axı. Əgər əmr sahiblərinin adı çəkilməyibsə, onda biz insanlar əmr sahiblərinin kim olduğunu hardan bilək və necə itaat edək? Əgər əmr sahiblərinin kim olduğunu bilmiriksə, onun üçün də baxırıq Nəhl surəsinin 44-cü ayəsinə. Bu ayədə Allah Taala belə buyurub: Ey Peyğəmbər, biz sənə bu Qur'anı nazil etdik ki, insanlara bunu açıqlayasan. Peyğəmbər də Allahın əmrini yerinə yetirib, müqəddəs Qurani-Kərimi insanlara açıqlayıb. Sual edilə bilərsiniz, necə? Biz ki, hədis deyirik, Peyğəmbərdən bizlərə gəlib çatan səhih hədislər vasitəsilə bugünkü zamanəmizdə biz Qurani Kərimi oxuyub özümüzün başa düşə bilmədiyimizi o hədislər vasitəsilə, hədislərin köməyi ilə başa düşə bilirik, dərk edə bilirik, anlaya bilirik. Cabir İbn Abdullah Ənsari Peyğəmbər sahabəsi və 5 imamı görmüş bir şəxs Peyğəmbərə sual edir. Kimdir əmr sahibləri? 59-cu ayədə Allah Taala'nın buyurduğu əmr sahibləri. Peyğəmbər cavabında belə buyurur: Onlar mənim nəslimdəndir, qanı qanımdan, əti ətimdəndir. Birinci Əlidir, ikinci Həsəndir, üçüncü Hüseyndir. 12-ci imama qədər bir-bir Peyğəmbər imamların adlarını və hətta ləqəblərini belə söyləyir. Sonra da Peyğəmbərimiz buyurur ki, Cabir, sən İmam Baqir əleyhissalamı görəcəksən, mənim salamımı çatdırarsan. Həqiqətən də Cabir İbn Abdullah Ənsari 5-ci imam İmam Baqir əleyhissalamı görür və Peyğəmbərin salamını İmam Baqir əleyhissalama çatdırır. Bəzi şəxslər ki var, söyləyirlər ki, ancaq Qurandan əgər ancaq Qurandan olsaydı, hədislər lazım olmasaydı, Allah Taala Peyğəmbərə əmr etməzdi. Biz sənə bu Quranı nazil etdik ki, bunu insanlara açıqlayasan. Peyğəmbərin də açıqlaması nə iləndir? Peyğəmbərdən bizə gəlib çatan hədisləri ilə. Bu hədisin nömrəsi
7222'dir. Cabir İbni Zümrə. Bəğəvidə gəlib, Buxaridə gəlib. Məzhəb alimi, məzhəb imamı, hədis alimi Əhməd İbni Həmbəldə də gəlib. İstəyənlər özləri baxa bilərlər. Müəllifləri dedik, kitablar, hədisin nömrəsini dedik. Əhl-i-sünnə qardaşlarımız söyləyirlər ki, bəli 12 imam var. Amma Şiələrin dediyi kimi deyil. Onlar 12 imamın adlarını çəkəndə 6 nəfərin adını çəkirlər. Digər 6 nəfərin adını söyləmirlər. Və o 6 nəfərin içində də tam dəqiqliyi ilə onları demirlər. Birinci Əbu Bəkir, ikinci Ömər, üçüncü Osman, dördüncü Əli, beşinci, burada ya İmam Həsəndir, ya Muaviyə. İxtilaf var, söyləyirlər. Bu oldu 5. 6-dan 12'ye qədər yenə heç bir kəsin adını çəkmirlər. Bir də söyləyirlər ki, 12-ci İmam Mehdi. 12-ci İmam Mehdi deyəndə bu üzdə də 5 nəfər, bu elə də 6 nəfər. 5-ci, 6-cı ilə 12-ci arasında olan kəslər kimdir? Və hətta söyləyirlər ki, İmam Mehdi əleyhissalam hala doğulmayıb, doğulacaq. Bir dənə də problem çıxır meydana. Axı, Peyğəmbərimiz buyurub ki, kim öz zamanəsinin imamını tanımadan dünyasını dəyişsə, cahiliyyət dövründə dünyasını dəyişən kəslər kimi bu dünyadan köçəcəklər. Yəni, kafir kimi. Əgər İmam Mehdi əleyhissalam hala doğulacaqsa, bugünkü zamanımızda, bugünkü günümüzdə bəs zamananın imamı kimdir? Əgər bugünkü zamanımızda siz o imamın adını çəkmirsinizsə və İmam Mehdi əleyhissalamın da hala indən belə haçansa doğulacağını deyirsinizsə, onda bizlər bu dünyadan köçəndə insanlar zamanəsinin imamını tanımamış köçmüş olur axı. Yəni kafir kimi. Bax, burada da böyük bir problem. Allah həmd eləyir öz izzət cəlalına bizləri həqiqi iman gətirənlərdən qərar versin, təqvalılardan qərar versin, haqqı söyləyənlərdən qərar versin, naqdan uzaq olanlardan qərar versin, əyri yox, düz yolla irəliləyənlərdən qərar versin, inşallah.